Arvadı vəzifəsinə qurban getdi. Paşinyanın seçki qabağı oyunu və boşanmanın əsl səbəbi. Ermənistanda baş nazir Nikol Paşinyanla Eçmədzin kilsəsinin münaqişəsində vurğulanan məsələlərdən biri də ailə məişət problemi idi. Kilsə hökumət başçısını, xanımı, artıq keçmiş xanımı Anna Akopyanla rəsmi nigahının olmamasında ittiham edirdi. Son zamanlar Ermənistan cəmiyyəti onların nigahı rəsmiləşdirəcəklərinə dair xəbəri gözlədikləri halda əks hadisə baş verdi. Anna Akopyan sosial şəbəkədə Nikol Paşinyanla nigahının pozulduğunu açıqladı. Onların rəsmi dövlət nigahı olmadığı üçün ayrıldıqlarını bildirərək fevralın 25-də hökumət iqamətgahını tərk elədi. Lakin Anna Akopyan mənim addımın fondunda icraçı direktor kimi işləməyə davam eləmək istədiyini gizlətməyib. Çünki bu mənə həqiqətən lazım olan ödənişli işdir. Amma düşünürəm ki, bunun üçün təkcə mənim istəyim yetərli deyil. Üstəlik, dünənki antikorrupsiya komitəsi ilə jurnalist arasındakı sual-cavab sessiyasına əsasən mənim addımın fondunun icraçı direktoru kimi cinayət məsuliyyətinə cəlb olunmağım istisna deyil deyə Akopyan bildirib. Anna cəmiyyəti məyus elədiyi və ya kədərləndirdiyi üçün üzr istəyib. Nikol Paşinyan isə Anna Akopyanın qərarına hörmət etdiyini vurğulayaraq bildirib ki, son 30 ilin bütün çətin günlərində o yanımdaydı, sığınacağım və dayağım idi. Mən də onun üçün eyni olduğuma əmin deyiləm. Ola bilsin ki, ona daha çox acı vermişəm, bunun üçün üzr istəyirəm. Onların açıqlamalarına baxmayaraq media ictimai maraqları nəzərə alaraq araşdırmalar aparıb. Hraparak bu ayrılığı hakimiyyət uğrunda mübarizə adlandırıb. Bildirib ki, müəyyən zamanda Anna daha böyük hakimiyyətə sahib idi və Paşinyanın bundan xoşu gəlmirdi. Qəzet hadisə ilə bağlı çoxsaylı fərziyyələr dolaşdığını qeyd edərək yazıb ki, 2019-2020-ci illərdə onların münasibətləri müəyyən bir anda xeyli pisləşdi. Təxminən bir il və ya daha çox müddət ərzində birlikdə yaşamadılar. Ancaq bu böhran birgə səylərlə aradan qaldırıldı. 2025-ci ilin ortalarında vəziyyət yenidən pisləşdi. İddia olunur ki, son 3 ayda Paşinyan Anna Akopyanı hökumətin Sevandakı yay iqamətgahına sürgün eləyib və ona qadağalar qoyub. Ermənistan mediası və cəmiyyətdə bu ayrılıqla bağlı çoxsaylı versiyalar irəli sürülür. Məlumata görə Paşinyanın Akopyanla rəsmi dövlət nigahına girməməkdə məqsədi müxalifətdə olduğu dövrdə tutulacağı halda mal-mülkünü xilas eləməkmiş. O bunu uşaqlarının evsiz qalmamaları ilə əlaqələndirmişdi. Akopyan antikorrupsiya komitəsinin onu həbs edə biləcəyi ehtimalını irəli sürüb. Belə qənaətə gəlmək olar ki, mənim addımım xeyriyyə fondunun fəaliyyəti araşdırıla bilər. Bu isə baş nazirin keçmiş həyat yoldaşının qısa müddətə də olsa həbsi ilə nəticələnə bilər. Bununla bağlı iki fərqli ehtimal irəli sürmək mümkündür. Paşinyan Akopyanın onun üzərindəki nüfuzundan xilas olmaq üçün keçmiş həyat yoldaşını həbs elətdirir, onu təcrid eləməklə zərərsizləşdirir və ya Anna Akopyan həbs edilir, bundan Paşinyanın partiyasının uğur əldə etməsinə maneə yaradılır. Nəticədə cəmiyyətdə ona qarşı təbliğat aparılır. Ona görə ehtimal eləmək olar ki, seçki qabağı dövrdə Paşinyanın apardığı təşviqat kampaniyasına zərər vurulmaması, bu və başqa halların baş verməməsi üçün ayrılığa üstünlük verilir. Çünki baş nazir müxalifət olduğu zaman xanımı ilə nigahı rəsmiləşdirməməsi kimi bir uğurlu örnək yaşayıb. Odur ki, Paşinyan keçmiş həyat yoldaşının seçki qabağı kampaniyada fəaliyyətinə mane olmaması üçün onu sıradan çıxarır. Yaxud onlar bu evliliyi sonradan davam elətdirmək üçün müvəqqəti dondururlar. Deməli, məsələ adi məişət hadisəsi deyil. Bu, daha çox siyasi vəziyyətə dair məqamları özündə ehtiva edir. Çünki birgə yaşayış seçki kimi vacib siyasi kampaniyaya ayrılıqdan daha çox zərbə vurur. Ona görə tərəflər ikinciyə üstünlük veriblər. Bu hadisə Nikol Paşinyanın 2026-cı ilin yayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə hazırlığa ailəsindən başladığını göstərir. O, hər həftə Respublikanın müxtəlif rayonlarına səfər eləyərək prosesi uğurla başa çatdırmağa çalışır. Yəni, Nikol Paşinyan məqsədinə çatmaq üçün bütün maneələri ya aradan qaldırır, ya da dondurur. Ermənistan mediasının yazdığına əsasən baş nazir komandasına rayonlara səfər zamanı təbliğat təşviqat kampaniyası çərçivəsində kilsə ilə bağlı məsələyə toxunmağı qadağan eləyib. Mənimlə razılaşdırmadan kilsə mövzusunu qaldırmayın deyə o tapşırıq verib. Bu gözlənilməz tapşırığın nə ilə bağlı olduğu, qadağanın nə qədər davam edəcəyi bilinmir. Belə ehtimal eləmək olar ki, o bununla ikinci Qaregin tərəfdarlarını özünə qarşı qoymaqdan yayınmağa çalışır. Akopyandan ayrılmaq, kilsə ilə bağlı danışığın qadağası və başqa bu kimi hadisələr Nikol Paşinyanın nüfuzunun qaldırılmasına xidmət edir. Ermənistan mediasının yazdığına görə 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri ərəfəsində Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Respublikaçılar İnstitutunun sifarişi
ilə Ermənistanda sosioloji araşdırma aparılıb. Bildirilib ki, onun nəticələri Nikol Paşinyana görə uğursuz olduğu üçün mediada yayılmayıb. Nəticəyə əsasən Nikol Paşinyana etimad fəlakətli şəkildə düşüb. İnformasiya əsasən son bir ildə müxtəlif seçki qabağı kampaniyalara baxmayaraq onun reytingi demək olar ki, artmayıb. Bu sorğu bültenlərində keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın adları qeyd olunmayıb. Belə vəziyyətdə də respondentlərin böyük əksəriyyəti istənilən şəraitdə fəaliyyətdə olan baş nazirə səs verməkdən imtina ediblər. Bildirilib ki, məsələ aydınlaşana qədər sorğunun nəticələrini dərc etməmək barədə qərara gəlinib. Seçki günü yaxınlaşdıqca Ermənistanda siyasi etirazların artacağı istisna olunmur. Odur ki, Anna Akopyan olayından sonra Nikol Paşinyan və komandası, eləcə də daha çox Rusiya yönlü müxalifətə dair yeni sürprizlərin olacağı gözləniləndi. Sədrəddin İsmailov, Leyla Mehdi qızı, Rinat Qurbanov, Report.